Və şeyx deyir ki, hənif barəsində danışır ki, فَإِنَّ الْحَنِفِيَّةَ مِلَّةَ İbrahim, yəni İbrahimin dini olan həniflik Allaha dini tək ona ixlaslı olaraq sərf etməkdir. Buyurur ki, Əl-Hənif, hənif nədir? Hənifin mənasında deyiblər ki, hənifin mənası əl-məil anil-batili iləl-haq. Yəni, batildən haqqa meyl edən deməkdir. Batildən haqqa meyl edən deməkdir. Və şirkdən də tohidə meyl edən deməkdir. Yəni, meyl edən yönələn deməkdir. Meyl eləyir, yönəlir, əyilir. Yəni, batildən haqqa yönəlir. Batildən haqqa yönəlir və şirkdən də hara yönəlir? Şirkdən də tohidə yönəlir. Ona görə də deyir, ayağında əyrilik olana, yəni məil əyilən deməkdir, yönələn deməkdir. Ərəblər əhnəf deyirlər. O şəxsin ki, ayağında əyrilik var, ona nə deyirlər? Əhnəf deyirlər. Çünki bu ayağın bir barmaqları o birisinə tərəf yönəlir. Və şəriətdə də hənif nə deməkdir? Şəriətdə də hənif zəlalətdən doğru yola yönələn deməkdir. Əl-məl anil-dalaləti iləl-istiqamə. Yəni, zəlalətdən doğru yola yönələn deməkdir. Əl-Rağib, rahiməhullah, Müfrədət kitabında deyir ki, Əl-hənəf huvəl-meylu anil-dalaləti iləl-istiqamə. Hənəf nədir? Zəlalətdən doğruluğa, doğru yola yönətməkdir. Yuqabilul cənəf. Əksi isə müqabilində hansı kəlmə gəlir? Cənəf. Cənəf də hənəfin əksidir. Cənəf doğru yoldan zəlalətə yönəlməkdir. Hənəf isə zəlalətdən doğru yola yönəlməkdir. Ona görə Allah təala deyir ki, "Fəmən xafə min musin cənəfən." Kim də vəsiyyət edənin haqsızlıq etməsindən qorxarsa. Deməli, hənəf nə idi? Hənəf zəlalətdən doğru yola yönəltməkdir. Və hənif də budur, hansı ki, zəlalətdən doğru yola yönəlir.